Salam olsun herkese. Bugün sizlerle belə bir sertifikasiya məsələsinin həll qaydasına baxacağıq. Deməli, verilib üç ABC. Deməli, AD və B medianlarda gəldiyinə görə bunların ağırlıq mərkəzi var. Yəni, yalnız medianların kəsmə nöqtəsi, yəni ağırlıq mərkəzi adlanır. Yəni, buradakı G ağırlıq mərkəzidir. AD verilib tənbələn, AB 12 verilib, G'ye 4 verilib. Bizdən soruşur GD məsafəsi. İndi biz burada nəyə fikir verilib? Burada 3 bucaq ABC'də baxırıq ki, 3 bucaq ABC'də AD həm tənbələn, həm də mediandır. Nəyə görə mediandır? Yəni biz deyək ki, bu G ağırlıq mərkəzidir. Ağırlıq mərkəzi isə deməli AD ilə B'yə hökmən nə deyir? Mediandır ki, bunlar kəsişmə nöqtəsi, bunların ağırlıq mərkəzi adlanır. Mediandır. Deməli AD həm də nədir? AD həm də nədir? Hündürlükdür. Bu deməli hündürlükdür. Bu hündürlükdürsə, AD hündürlükdürsə, həm hündürlük, həm tənbələn, həm də mediandırsa, onda üç bucaq ABC bərabər yanlıdır. Yəni biz bu üç bucağın bərabər yanlı olduğunu sübut etdik. Yəni sübut etdik ki, AB bərabərdir BC, o da bərabər olur neçəyə? O da bərabər olur 12'ye. Biz AC tərəfini tapdığımız şey AB bərabərdir AC daha doğrusu. AC bərabər olur 12'ye. Şimdi bizdə üç bucağın iki tərəfi var. Və bir də BD'yə baxsaq, və B median olduğundan deməli, medianla kəsmə nöqtəsində neçənin nisbətini verir, yəni BG'nin G'ye nisbəti neçənin 2'nin 1'ə nisbəti, yəni medianla kəsmə nöqtəsində 2'nin 1 nisbətinə bölünür. İndi bizə BG məsafəsi lazımdır. G'ye var. G'nin qiymətini yerinə qoysa 4, o da bərabərdir 2'nin 1'ə. BG bərabər olacaq 4 olsun, 2 bərabər olacaq 8. Deməli, bu isə neçəyə bərabərdir? 8'ə bərabərdir. Onda B'ye nəyə bərabərdir? B'ye bərabərdir 8 üstə gəl 4'ə, o da bərabərdir neçəyə? 12'yə. Biz deməli B'ye ölçüdə tapdığımız şeydə 12'dir. İndi bizdə deməli bu üç bucağın iki tərəfi var. AB və AC tərəfi məlumdur. Bir deməli B'ye median var. Biz deməli tərəf və həmin tərəfə çəkilmiş median düsturuna görə, yəni A'ya bərabər olar neçəyə? A'ya bərabər olar. A'ya bərabər olar. Kök altında, daha 2'də 1 kök altında 2 vurulsun AB'nin kvadratı üstə gəl. Deməli, digər tərəf 2 vurulsun BC'nin kvadratı çıxılsın. Bu meydan ki, hansı tərəfə çıxılmayıb, elə bir çəkilməyib, həmin tərəfin kvadratı, AC'nin kvadratı. İndi gətirib qiymətlərini yerinə qoysaq, 2'də 1
Vurulsun kök altında AB'nin kvadratı nədir? 12. 2 vurulsun 12'nin kvadratı ilə 144. Üstə gəl. BC bizə məlum deyil. BC'nin kvadratı üstə gəl. Üstə gəl. Daha doğrusu çıxılsın. AC'nin kvadratı. AC'ni biz tapsaq yine neçədir? 12'nin kvadratı. 12'nin kvadratı ilə neçə? 144. AY'nin də qiyməti neçədir? A'ya yok, daha doğrusu B'ye. Bize meydanda B'ye. Meydan. B'nin de kıymet tapmışız neçeydi? 12. Şimdi bu ikide verip beraberlikten bu tarafa geçecek. 12 bölünsün 2'de 1 olur da 2'de 1 tersinde olan da olur 24. 2 vurulsun 144 50 288 çıkılsın üste gel. 2 vurulsun BC'nin kvadratı çıkılsın 144 beraber olur 24'de 288'den 144 çıkan da olur. Kök altında 144 üste gel 2 BC'nin kvadratı etmeli beraber 24. Etmeli biz de buradan her tarafı kvadratı yükselsek olacak. 144 üste gel 2 BC'nin kvadratı 24'ün kvadratı 576. 2 BC'nin kvadratı beraber 200 576 çıkılsın 144. BC'nin kvadratı beraber 576'dan 144 çıkanda 6'dan 4 çıxanda 2, 7'dən 4 çıxanda 3, 5'dən də 1 çıxanda 4. Deməli, doğru 6'dan 4 çıxanda 2. 6'dan 4 çıxmışam, yazmışam 4. 6'dan 4 çıxanda 2. Daha 2 BC'nin kvadratı. BC'nin kvadratı bərabər 432 bölünsün 2, o da bərabər neçə? 216'ya. BC'nin kvadratı beraber oldu 216'ya. BC ile beraber 2 altında 216. O da beraberdi. 2, 3, 6 kök altında 216 neçə olur? 2'nin kubu 2'nin kubu vurulsun 3'ün kubu şeklinde bunu göstermiyorlar. 2'nin kubundan kök çıkır 2. 3'ün kubundan çıkır 3. 7 kaldı 2'ne 3 6. O da beraberdi 6 kök altında 6. Biz deməli BC-ni tapdıq neçə? 6 kök altında 6. BC kök altında 6 ise AD ilə meydansa deməli BD beraber olur. BD beraber olur. DC'ye o da beraberdi 6 kök altında 6 bölünsün 2'ye. O da beraber 3 kök altında 6. Yani biz deməli tapdıq BD neçə? 3 kök altında 6. Şimdi biz 3 bucaq BGD'də 3 bucaq BGD'də deməli D bucağı nədir? D bucağı düz bucaq, 90 dərəcəli bucaqdır. Biz burada G'dən tapırıq. GD bərabərdir. GD bərabər olan neçə? Kök altında. BG'nin kvadratı. BG'nin kvadratı çıxılsın. BD'nin kvadratı. BG'nin kvadratı 8. 8'in kvadratı edir 64 çıxılsın. BD'nin tapılır 3 kök altında. 3 kök altında 6'ın 3 kök altında 6'ın da kvadratı 9 6 54. 64'ten de 54 çıxanda qalır neçə? Kök altında 10. Deməli bizə lazım olan GD o da beraber X. Onun neçə beraberlenmiş kök altında 10'a beraberlenmiş. Biz mesela bu yolun həllədik. İndi baxaq görəm məsələnin yəni daha rahat. Yəni həll qaydası var mı? Bunu da bir dənə nəzərdən keçirik sizlərlə birlikdə. Deməli yenidən çəkək məsələmizi. Məsələmizi yenidən çəkək. Şəklini çəkək daha doğrusu. Deməli ABC. Burada deməli GY bura 4'dür, bura 12'dir.
Deməli nədir? G ağırlığı mərkəzidir. Ağırlığı mərkəzi. Ağırlığı mərkəzi. Mərkəzi. Adətən böləndir. Adətən böləndir. Adətən böləndir. İndi biz baxsaq. Dedik ki, deməli G ağırlığı mərkəzidir. G ağırlığı mərkəzi. G ağırlığı mərkəzi isə deməli BY mediandır. BY mediandır. Mediandır. Medianlardan kəsişir və kəsmə nöqtəsində 2'nin 1 nisbətini bölür. Yəni nə deməkdir? Yəni bu deməkdir BG-nin G-yə nisbəti bərabərdir 2'nin 1 nisbəti. İndi biz də G-nin qiyməti onu gətirib yerinə yazsaq. BG bölünsün G-yə 4'dür. 2'nin 1'e nisbəti. Burada deməli BG bərabər olur 4, 2 bölündə elər 8. Deməli burada BG 8'dir. BG 8 ise biz burada nə edə bilərik? Biz burada 3 bucaq ABG-yə baxsaq. 3 bucaq ABG-də ABG-də nə edə bilərik? 3 bucaq ABG-də tənbələn qaydasını tətbiq edir. Deməli bax bu 3 bucağa baxsaq. Bax bu sarı rənglədiyim bu 3 bucağa baxsaq. Bu 3 bucağa baxsaq. Biz orada nə edə bilərik? 3 bucaq ABG-də deməli yəni tənbələn qaydasını tətbiq edəcək. AB'nin BG nisbəti bərabərdir. AY'nin GY'yə nisbətinə. AB'nin qiyməti var 12'dir. BG'nin qiyməti var 8'dir. AY'nin qiyməti naməlumdur. GY'nin qiyməti 4'dür. Biz bunları çarpaz olsaq 8 AY bərabərdir 12 vurulsun 4. 8 AY bərabərdir 12'nin 4'ə oranı elədir 48. AY bərabərdir 48 bölünsün 8. AY bərabərdir 48, 8 bölünsün 6. Biz AY'nin tapılmışı 6. Biz dedik ki AY 6'dırsa, deməli BY də meydanırsa, deməli AY bərabərdir YS, o da bərabər neçə olar? 6 olar. 6 olar. Deməli AC bərabər neçə olar? 6 üstə gəl 6 bərabər olar 12'yə. Biz sübut edirik ki 3 bucaq ABC nədir? Bərabər yanlıdır. Bərabər yanlıdır. Bunun bərabər yanlı olduğunu. Biz burada nə edirik? Bizə deməli deyil lazımdır. Buraya x'ı AD verilən olduğundan AD bərabər 2x. Biz dedik ki AD həm də hündürlükdür. AD həm median həm də tənbələnsə deməli həm də hündürlükdür. İndi 3 bucaq ABD-də baxsaq, 3 bucaq ABD-də. ABD-də. 3 bucaq ABD-də baxsa nə edə bilərik? Deməli BD-yə 1'yə Y. Deməli DC-də bərabər olaraq Y. Çünki AD mediandır. İndi biz bunu nə tətbiq edirik? 3 bucaq ABD-də nə edə bilərik? 3 bucaq ABD-də Y-in kvadratı üstə gəl. Deməli biz buraya x demişik, buraya 2x demişik. Olur 3x'in kvadratı bərabər olan şey 12'nin kvadratı. Yəni y-in kvadratı üstə gəl 9x-in kvadratı bərabərdir 12'nin kvadratı ilə 144. Sonra nə edə bilərik? 3 bucaq BGD isə BGD-də x-in kvadratı üstə gəl y-in kvadratı bərabər olan neçəyə? Deməli BG-nin kvadratı. BG-nin də qiyməti necə? 8'in kvadratı. O da bərabərdir 64'də. Bunu elə birbaşa yazaq 64. İndi biz nə edə bilərik?
x'in kvadratı üste gel y'in kvadratı beraber de 64 oldu. Burada da y'in 9x'in kvadratı. 9x'in kvadratı üste gel. Y'in kvadratı beraber oldu 144'e. Şimdi biz bunları tərəf-tərəfə çıxsaq. Aşağıdaki ifadenin yukarıdaki ifadenin 9x'in kvadratının x'in kvadratı sonra var 8x'in kvadratı. Y'in kvadratlar gedər. 144'ten de 64 çıxanda 144'ten de 64 çıxanda 4'ten 4 çıxanda 0. 4'ten 4 çıxanda 0, 14'ten 6 çıxanda 8. Biz tapdıq ki 8x beraber olacağını şey burada 80'e. 80'e x'in kvadratı beraber olur 80 bölünsün 8'e. O da beraberdir 10'a. X'in kvadratı beraberdir 10 ise x beraber neçə olur? Kök altının 10. Yani x beraberdir dg, o da beraber neçə? Kök altının 10'a. Başka ne yok? Olabilir. Başka ne yok olabilir? Yani necə olabilir? Başka ne olabilir? Başka hele ki benim fikrime bir şey gelmiyor. Eğer bu video kimse karşınıza çıksa, kimse bunun diğer bir hal yolu bilse,